verilən fiqurun sətirlərindəki əlaqəyə fikir verməliydik ki, necə olur məsələn bu şəkil bu sətirlərə fikir verin uşaqlar. Deməli, hətta belə bir məlumat da verim sizə. Məsələn, mən burada orta xəttdən bir dənə belə bir düz xətt çəkib keçirdirəm. Bu orta xəttdən. Növbəti şəkildə həmən orta xəttdən yenə bir düz xətt keçirsək, bu düz xəttlərin bir-birinə perpendikulyarlığını görürük. Yəni, mən tutaq ki, belə bir ox çəkirəm. Bu oxu 90 dərəcə fırlatdığım halda əvvəlki vəziyyətinə perpendikulyar yaranar da elədir. 90 dərəcə fırlatmışıq bu üçbucaqların hər birini saat əqrəbinin əksi istiqamətində. Yəni, bu şəkildə biz bu fiqurların hər birini 90 dərəcə fırlatmışıq. Yəni, sola doğru və yaxud da saat əqrəbinin əksi istiqamətində başa düşürsünüzsə, elə başa düşün. Sətir üzrə ardıcıllığı bu şəkildə qurmuşuq. Yəni, və yaxud da bu qara dairələr olan bucaqlardan bir dənə düz xətt keçirsəz, elə bu şəkildə. Növbəti fiqurda da həmən dairələrdən düz xətt keçirsəz, o tərəflər bir-birinə perpendikulyar vəziyyətdə qalmış olur. Bu hansı halda baş verə bilir? 90 dərəcə fırlatdığım halda əvvəlki vəziyyətdə hər bir tərəf perpendikulyar olur. Ona görə də deyirəm ki, biz deməli ikinci sətirdə sonuncu şəkil nə olacaq? Deməli, bizə verilən bu ikincini 90 dərəcə sola fırlatsaq, deməli, bu xətt belə idisə, dairələrdən düz xətt keçirdik. O bu şəkildədirsə, indi burada bu vəziyyətdə, əvvəlki vəziyyətdə perpendikulyar qalmalı idi. Yəni, haradasa bu şəkildə bir üçbucaq almalıydıq biz. Orta xəttdə bu şəkildə. Bu da bir dənə D variantında var. Üçüncü sətirdən tam aydın olur ki, yəni bu üçbucaqların hərəkəti hansı şəkildə olub ki, yəni baxın bir fikirləşək ki, bu orta xətt bu vəziyyətdədir, daha sonra baxın bu şəkildədir, bir də yenə də perpendikulyar olub əvvəlki vəziyyətdə. Bu ancaq 90 dərəcə fırlatmada mümkündür. Yəni bir qayda olaraq hər bir şəkili sola 90 dərəcə fırlatdıq, saat əqrəbinin əksi istiqamətində növbəti alınır. İndi uşaqlar, burada belə bir şeyə fikir verin. Bəzən elə suallar olur ki, hər bir şəkil əvvəlkinin davamı olur. Məsələn, hər bir sətir. Məsələn, burada ikinci sətir birinci sətirin davamı deyil. İkinci sətir yenidən başlayır. Yəni, ilk şəkli sola 90 fırladıb ikincini, onu 90 fırladıb üçüncünü alırıq. Üçüncü sətirdə ayrılıqda. 87 nömrəli 83 yaxşı olsun, 83. Yəni 87-ni izah edeyim uşaqlar. Oldu, 83-ə çatdıq. 80, 79, 80, 81 tipli suallarda həmişə deyirdik ki, uşaqlar, bir şəkildə, daha çox bir sətirdə olan, baxın, bu ilk sətirdə olan bu 3 dənə şəklin, hətta burada hər bir şəkil 2 hissədən ibarətdir, üst və alt hissələr. Məsələn, bu alt hissələrində görünən bu üçündən hansı çatmır ikinci şəkildə? Düzbucaqlı çatmırdı, ortası qara olan düzbucaqlı. Üst hissələrdən də trapesiyanın özü var, çevrə var, üçbucaq çatmır. Yəni, bu yuxarıda verilən üçündən hansı burada çatmırsa, onu tamamlamaq lazımdır. Məsələn, üçüncü sətirə də fikir versəz, alt hissələr düzbucaqlı olan trapesiya, çevrələrdən ibarət olan hissələr var. Üst hissələrdə çevrə, üçbucaq, trapesiya var. İkinci sətirdə üst hissəsi üçbucaq olan fiqur yoxdur. Alt hissəsi də düzbucaq olan, ona görə dedik ki, bizə lazım olan A variantı olacaq. 84-də də həmçinin. Daha sonra 87 nömrəli sualda da uşaqlar, yenə də deyirəm. Baxırsınız ki, birinci sətirdə çöldəki qara damalı xətt saat əqrəbi istiqamətində hər dəfə 90 dərəcə fırlanır. Və hər bir sətir əvvəlkinin davamı olur hətta. Sən bunu bir dənə 91 saat əqrəbi istiqamətində fırladıb, bu sətiri almışıq, bunu 90 fırladıb növbətin. Yəni, bu həmişə belə davam edir. İndi bizə lazım olan xətt bu şəkildə olacaq.
İndi uşaqlar, orta xətlərə fikir versəz, orta xətlərdə artıq hər bir sətir ayrı-ayrılıqda bir qanuna uyğunluqla hərəkət edir. Yəni, məsələn, ikinci sətir birincinin davamı deyil, orta xətlərin hərəkətinə əsasən. Orta xətlər 90 dərəcə, məsələn, birinci sətirdə orta xətt 90 dərəcə saatın əksi istiqamətində hərəkət etmiş olur. Sola yəni aşırtmışam. Bir də sola fırlatdıq, üçüncü alınır. İndi ikinci sətirdə o ortadakı xətt sağa 90 dərəcə fırlanaraq ardıcıllıq əmələ gətirir. İndi üçüncü sətirdə son ikisinin halına baxsaz, mən ikincini sola fırladanda üçüncü alınırsa, orta xəttdən söhbət gedir. Deməli, mənə birinci şəkildə də, baxın, bu vəziyyətdə bir xətt verməli idi ki, 90 dərəcə kəsən bu xətt verməli idi ki, mən bunu bir də sola 90 fırladım ki, ikinci alınsın. İkincini sola 90 fırladım, üçüncü alınsın. Ona görə elə cavabımız B olacaq. Sonra uşaqlar, məsələn, 90 nömrəli sualın özü. Burada artıq hər bir üçbucaq saat əqrəbinin əksi istiqamətində 45 dərəcə fırlanmış olur. Hər biri saat əqrəbinin əksi istiqamətində təpə nöqtələrə fikir verin də. Məsələn, bu xətt bu şəkildədir. Bu təpə nöqtədən bir düz xətt keçirdim. Sonra ikincisində təpə nöqtədən düz xətt keçirdəndə görürəm ki, artıq əvvəlki xəttə nəzərən 45 dərəcə fırlanmış olur. Daha sonra bir də. İndi bu vəziyyətə fikir verin, hər bir sətir əvvəlkinin davamı olmuş olur. İndi bizə lazımdır bu vəziyyətdə dursun. Bu da bir dənə D variantında var. Tamam, şu an 92, 93 nömrəli şu an. 91 də var. 91, 92, 93 və baxırıq hamısına. Hə, uşaqlar 91 nömrəli sualda sətirlərdəki deməli kvadratların içində hər birinin içində bu ağ və qara damalar var. Və hər birinin hərəkəti saat əqrəbi istiqamətindədir. Məsələn, ağ dama saat əqrəbi istiqamətində hərəkət edəndə sağa keçməli idi. Yəni, burada olmalı idi, oldu. Növbəti şəkildə yuxarı sağda oldu. Qara növbəti şəkildə aşağı sola keçməlidir, oldu. Sonra yuxarı, aşağı, yəni ağ və qaranın hərəkətinin ikisində eyni anda aparıram da. Ardıcıl olaraq baxa bilərsiniz, fərqi yoxdur. Yəni, ağ sağa keçib, aşağı düşməli idi, oldu aşağıda. Sola keçməli idi, növbəti şəkildə oldu aşağı solda. Yuxarı qalxıb növbəti şəkildə yuxarı sol. Sağa keçib növbəti şəkildə yuxarı sağda. Aşağı düşüb növbəti şəkildə aşağı sağda. İndi sola keçib olmalı idi artıq burada aşağı sol tərəfdə ağdaydı. Qaranın hərəkəti də eyni istiqamətdə sola keçir. Yuxarı qalxdı, sağa keçir, növbəti şəkildə yuxarı sağdadır, aşağı düşür, növbəti şəkildə aşağı sağdadır, sola keçir, yuxarı qalxır, sağa keçib, olur, yuxarı sağ tərəfdə qara dama. Və burada bizə lazım olan variantımız Y variantıdır. Ağ dama aşağı sol künc, qara dama yuxarı sağ küncdə olmalı idi. Yəni, hər birinin hərəkətinə fikir versəz, saat əqrəbi istiqamətində hərəkət edirlər. Sadəcə hər biri yerini dəyişəndə artıq yeni bir dördbucaq yaranır, onları yanaşı qoyur. İndi 92-nin özündə də, baxın uşaqlar, görürəm ki, burada qara dairə saat əqrəbi istiqamətində hərəkət edir. Aşağı düşür, sola keçir, yuxarı qalxır, sağa keçir. İndi aşağı düşüb, olmalı idi aşağı sağ hissədə. Aşağı sağ 4də bir hissədə qara dairə.
İndi bir də siz A kvadratın hərəkətinə baxın da. A kvadratda saatın əksinə hərəkət edir. Həmçinin o xəttin özü də saatın əksinə hərəkət edir. Hər dəfə saat əqrəbi əksinə bir dama yerlərini dəyişirlər. Məsələn, qara dairə aşağı düşəndə A kvadrat sağa keçir. İkisi üst-üstə düşürlər aşağı sağ küncdə. İndi ağ dama üstə qalxır, sonra sola keçir, yenə aşağı düşür. İndi sağa keçəndə, qara dairə yenə aşağı düşəndə ikisi də burada üst-üstə, aşağı sağda üst-üstə düşməli idilər. Həmən o xəttin özü də saatın əksi istiqamətində aşağı düşür, sağa keçir, yuxarı qalxır, sola keçir. İndi aşağı düşəndə olacaq aşağı sol küncdə. Və ona əsasən cavabımız da C olacaq. İndi eyni qayda ilə davam edəndə üçüncü sətirdə yaranır. Yəni burada qara dairə saat əqrəbinin əksi saat əqrəbi istiqamətində hər dəfə bir dama yerini dəyişir. A kvadrat saat əqrəbi əksi istiqamətində, xəttin özü də saat əqrəbi əksi istiqamətində hərəkət edir. Davam edirik. İnşallah 93 nömrəli suallar. Dedik ki, uşaqlar 93, 94, 95 ta ki 100-ə qədər və bu kimi suallarda bir dənə nəyə fikir verməlisiniz? İlk iki sətirdən siz müəyyənləşdirməlisiniz ki, soldakı iki fiquru üst-üstə qoyanda bax ki, qara hissə ilə qara hissə üst-üstə düşsə nə alınır? Rəng olaraq hansı rəng alınır? Biri ağ, biri qara olsa üst-üstə düşəndə hansı rəng alınır? Hər ikisi ağ olsa üst-üstə düşsə hansı rəng alınır? Yəni üst-üstə düşən hissələrə fikir verməlisiniz. Məsələn, bu soldakı 2-3 bucağı üst-üstə qoyuruqsa, baxırıq ki, bu qara hissə ilə qara hissə üst-üstə düşüb, həmən yerdə ağ rəng alınır. Sonra baxırıq ki, aşağı sol tərəfə baxın, qara ilə ağ qara rəngi verir. Hər ehtimal ağla qaranı da yoxlamaq lazımdır. Çünki bəzi suallarda qara ilə ağ rəng verirsə, ağla qara rəng verə bilər. Fərqli yarana bilər. Amma o bir neçə sualda fərqlilik görə bilərsiniz. Əsasən, ağ üstə gəl qara, qara üstə gəl ağ, hər ikisində eyni nəticə olur. İkinci sətirdə, məsələn, bu ağ hissə ilə də qara hissənin cəmi yenə də bizə qara hissəni verirdi deyə. Artıq heç bir fərq yoxdur. Ağ üstə gəl qara ya da qara üstə gəl ağ. İndi ağ hissələrin cəmi də, baxın, birinci sətirdə bu ağ hissələrin cəmi bizə yenə də ağı verirdi. İndi bu şablonu yaradandan sonra uşaqlar ikinci sətirdə də yoxlasaz eynidir. Üçüncüyə tətbiq etməlisiniz. Burada deməli belə bir üçbucaq çəkirəm mən. İndi bu yuxarı sol hissələr ağla qaradır, fərqli rəngdir. Fərqli rənglər olanda, yəni ağ-qara olanda qara olmalıydı. Aşağı sol künclərdə ağ-qaradır, qara olmalıdır. Aşağı sağ künclərdə ağ üstə gəl qara, qaranı verəcək bizə. Amma yuxarı sağ künclər qaradır, qara ilə qaranın cəmi bizə ağ verməli idi. Buna uyğun da bir dənə Y variantı var. İndi uşaqlar 94 də elədir. 95, 96 hamısı bu şəkildədir. 97, baxın, hamısı bu şəkildədir. Bəzən, məsələn, 94-də də bütün sətirlərdə kvadratları verirdi. Amma siz bir dənə 95-ə baxsaz, görürsünüz ki, 95, 97-də hər sətirdə fərqli fiqur verirdi. Bu, heç bir fərq yaratmır mənim üçün. Məsələn, birinci sətir kvadrat, ikinci sətir altı bucaqlı, üçüncü sətir çevri, ha versin bunu. Yəni, qanuna uyğunluq eynidir. Yenə də bayaq dediyimiz kimi, yoxlayırıq ki, ilk iki sətirdən ağ üstə gəl ağ nə olacaq, qara üstə gəl qara nə olacaq, biri ağ, biri qara olsa üst-üstə düşəndə nə alınacaq? Bunları müəyyənləşdirib tətbiq edirik. Deməli, uşaqlar, verdiyiniz suallar arasında deməli, 92, 93, 94-də kimi baxdıq. 107-yə 102 qalır, 99 qalır. Tamam uşaqlar, 99, 100, 102 bu kimi suallara baxırıq. Hə, 99-da burada bir dənə bu qara rəng düşməməlidir də bu.
Rəng səhvən orada görünən bir şeydir uşaqlar. Siz əsas nəyə fikir verməlisiniz? Soldakı iki fiquru üst-üstə qoyanda ortaq xətlər silinir. Soldakı iki fiquru üst-üstə qoyanda ortaq xətlər silinir. Ortaq olmayan xətlər qalır. İndi mən baxıram ki, burada deməli, bu iki fiquru üst-üstə qoyuruq. Hər ikisində olan xətlər silinib, üçüncü alınır. Bəzən buna belə də baxa bilərsiniz. Soldakı şəkildən sağdakını çıxaraq. Soldakından birincidən ikincini çıxıb üçüncünü ala bilərsiniz. Çıxmaq o demək ki, yəni ortaq xətləri silirsiniz. Ortaq olmayanlar qalır. Yəni bu sualla bağlı, məsələn, mən indi baxıram ki, deməli, burada soldakı, ortadakı fiqur hansı olmalıydı? Ən sağdakını da bu soldakından siləndən sonra yerdə qalan mənim cavabım olacaq. Məsələn, bu üçüncü sətrin ən sağdakı fiqurunun xətlərini, məsələn, bu xətdir, bu xəttin özüdür, bu xəttin özüdür. Bunları siləndən sonra bizim üçün qalan, deməli, bu xətt olacaq. Bir də aşağı ilə yuxarı, onun özü də C variantında var. Deməli, bu sualın yerinə C variantı olmalıdır. Ki, C variantı ilə soldakı fiqurun ortaq xətləri silinsə, ən sağdakı qalacaq. Yox, qaranın yəni orada səhvən bir çapda düşən bir şeydir. Yəni o rəng olaraq orada heç bir rəng olmamalı. Əsas xətlərə baxırıq biz orada. Sonra 100 nömrəli sual soruşmusunuz uşaqlar. 100-ün özünə baxırıq. Deməli, yüzün özündə də yəni soldakı ikisini üst-üstə qoyursunuz. Baxın, ətraflara baxın, hər ikisi fiqurda var o xətlər. Yan tərəflər hər ikisində var. Orta şaquli xət hər ikisində var. O xətlər silinir. Ortaq olmayan xətlər qalır. Məsələn, bizim üçüncü sətirdə verilən fiqurların yuxarı hissəsi bir dənə ortaqdır. Bir də sağdan sola keçən diaqonal ortaqdır. Onlar da silinəndən sonra cavabımız olacaq Y variantı. Soldakı ikisinin ortaq xətləri silinir, ortaq olmayan xətlər qalır. Sonra uşaqlar 102 nömrəli sual soruşmusunuz. Burada da soldakı ikisini üst-üstə qoyub sağdakı fiquru almış oluruq. Məsələn, bu soldakı ikisini üst-üstə qoyuruq, sağdakı fiquru alınır. Yəni bu orta xətt belə düşəcək. Sağdakı yarım çevrədə bunun tamamı, sağ tərəfdə 2 dənə elə bir ki, plus şəkilli çevrə alınır. İndi bu ikisini üst-üstə qoyanda orta hissə X alınır. Aşağıdakı ikisini də üst-üstə qoyanda bu yuxarı qalxan diaqonal xəttlər bu hissələrə düşər. Həmən o aşağıdakı düzbucaqlı da bu vəziyyətdə. Mənə lazım olur B variantı. Yox, çünki orta xətti yoxdur. Y variantı. B-də bu aşağıda bu orta xətt yoxdur. Y olur doğru cavabımız. Davam edirik uşaqlar. Sualımız hansıydı? 107-yə baxaq. 107 nömrəli sual. 107, 109 nömrəli suallara baxırıq. Burada uşaqlar kənar xətlərə fikir verin. Deməli, ən kənardakı fiqur getdikcə bucaq sayı artan fiqurlardır. 5, 6, 7.
Ortadakı fiqurlar deməli 5, 4, 3'dür, azaldı. Ən içəridə isə 4, 5, 6 artdı. Deməli nə baş verdi? Ən çöldəki fiqurların bucaq sayı artır. 3'dür, 4, indi olmalıdır 5 bucaq. Ortada azalma baş verir. 5'dir, 4'dür, olmalıdır 3. Ən içəridəki fiqurlarda bucaq sayı artır. 5'dir, 6'dır, olmalıydı 7. Yəni 5 bucaq, içində 3 bucaq, içində 7 bucaq. O da A variantında var. Aydındır. Sonra uşaqlar 109 nömrəli suala fikir verək. Burada nə baş verir? Hə, 109, 110 nömrəli suallar. C-də görə nə verilibdir? Hə, indi uşaqlar, baxın bizə deməli, aha, nə verilibdir? 6 bucaq içində 3 bucaq var. Orta xəttlər şaqulidir. Amma ikinci fiqurda, ikinci görünüşdə şəkillərin yeri dəyişir. 3 bucağın ortası 6 bucaq. Xəttlərin də sayı azalır və xəttlər nə olur? Üfüqi olur. Yəni 90 dərəcə fırlatmışıq biz burada. İndi 90 dərəcə fırlanma var burada. Mən indi bu 4 bucağının xəttlər, indi növbəti şəklinin uşaqlar içindəki əvvəlcə xəttlərə baxaq. Xəttlərin sayı bir vahid azalmalıdır. Məsələn, biz buradan B-ni silə bilərik, elə deyil. D-ni də silirik. B-ni də sildik, D-ni də sildik, elədir? Əla. Və şaquli isə üfüqi olmalıdır xəttlər, Y-ni də sildik. A ilə C-nin arasında qalmışıq. Mən indi fikirləşirəm ki, bu 6 bucaqlını 3 bucağın daxilində veribsə, deməli, burada da çevrəni kənarda, çevrənin içində də kvadrat verməlidir. Çevrənin içində kvadrat verməlidir. Yəni 90 dərəcə sağa fırladıb veribdir. Çünki xəttlərin özü də 90 dərəcə fırlanıbdır. Sayı bir vahid azalsa da xəttlərin özü 90 fırlanıb. İndi mən baxıram ki, 6 bucağı da 90 dərəcə fırladıb 3 bucağın içində veribdir. Çünki məsələn, normal olaraq bu sağ və soldakı təpə nöqtələr elə bil ki, yuxarı və aşağı vəziyyətlərdə görünür. Çünki burada xəttlərdə də 90 dərəcə fırlanma var. Ona görə nəzərə alırıq ki, biz elə bil ki, sadəcə 3 bucağı çıxartdı çölə, 3 bucağı çıxartdı çölə, xəttlər qaldı 6 bucaqlının daxilində və bu vəziyyətdə. Onu da 90 dərəcə fırlatdı ki, və belə üfüqi vəziyyət yaratdı. İndi siz də nəzərə alın ki, bu çevrəni çıxardır kvadratın içindən kənara. Və bu xəttlər qalır burada şaquli vəziyyətdə. İndi 90 dərəcə fırlatmalıyam ki, üfüqi vəziyyətə düşsün. Ortadakı xətti silmişəm. Ona uyğun deyirik ki, yəni A alınır. İndi düzdür, C variantında deyirsiniz ki, bəlkə biz 45 dərəcə fırlatmışıq. Axı bizim deməli 6 bucağı da biz 45 dərəcə fırlatdığımız halda, yaxşı 45 dərəcə fırlatsaq və bu tərəfin üzərinə düşər. 45 dərəcə fırlatsaq bu tərəfin üzərinə düşər. Bizə nə lazımdır? Bizə bu təpə nöqtəsinin üzərinə düşməsi lazımdır. 90 dərəcə fırlatdıq. Həm də ortadakı xəttlərin hərəkətinə də baxın, 90 dərəcə fırlanıbdır. Aha, indi 110 nömrəli suala baxın uşaqlar. 110 nömrəli sualda oxlara fikir vermək lazım. Yəni oxlardan başqa nə var ki orada? 110 nömrəli sualda ancaq mən oxlar görürəm.
Yəni baxıram ki, bu oxların üfüqi olanlarında ortadakıları dəyişmir. Üfüqi olanların ortadakılarını dəyişmir. Ortalar olduğu kimi qalır. Sadəcə kənarları əksinə dəyişir. Məsələn, bu sağa baxırsa bunu əks dəyişir. Aşağıdakı sağa baxırsa əksinə dəyişir. Hər biri sola baxmış vəziyyətdə qaldı. Amma şaquli olanlardan isə kənarlar olduğu kimi qalır, ortadakı ikisini əksinə dəyişir. Mən indi burada deməli həmin o üfüqi xəttləri çəkirəm, oxları, üfüqi oxları ortadakıların olduğu kimi saxlamalıyam. Ortadakı ikisi olduğu kimi qalmalıdır, üfüqi olanların. Kənarları əksinə dəyişilməlidir. Kənarlar əksinə dəyişilməlidir. Deməli, bu ikisini, orta ikisini olduğu kimi saxlayıramsa, yəni hər ikisi sola yönəlməlidir. Kənarlar əksinə dəyişilməlidirsə, yuxarıdakı sağa doğru, aşağıdakı da sola doğru baxmalıydı. İndi şaquli oxlarda isə, şaquli oxlarda dedik ki, biz ortalar əksinə dəyişir, kənarlar olduğu kimi qalır da. İndi burada da kənarları olduğu kimi saxlasaq, kənarları olduğu kimi saxlasaq, yəni ən soldakı aşağıya doğru, ən sağdakı yuxarıya doğru yönəlir. Ortaları əksinə dəyişsək, soldakı aşağı, sağdakı da yuxarıya doğru yönələcək və nəticədə olacaq B variantı bizim cavabımız. 112-114 nömrəli suala baxın. 112 nömrəli sualda uşaqlar, eyni ilə bu biz dedik ki, əvvəldə 26-27 tipli suallar vardı ki, hansı ki, onlar olduğu kimi ardıcılıqlarına baxmaq lazımdır. Məsələn, bu aşağıdakı dairə heç burada səhv düşübdür.